Yay gəlib. Yenə vətəndaşlar Bakıda suyun azlığından, tez-tez kəsilməsindən şikayət edirlər. İndiki cavanların yadına gəlməz. 2006-cı ildə Oğuzdan Bakıya su çəkiləndə az qala deyirdilər ki, daha su sarıdan korluq olmayacaq. Göründüyü kimi az qala 1 milyard dollar neft pulu xərcləndi. Digər ki, problem həll olunmayıb. Bakıda su məsələsi deyəsən qiyamətə kimi həll olunan oxşamır. Odur ki, gəlin bugün sizə 9 il Bakı və Abşeronun su və kanalizasiya təsərrüfatına rəhbərlik etmiş, sonra isə Milli Məclisin sədri olmuş, indiki deputat Oqtay Əsədov haqqında danışım. Yox, onun parlamentdəki fəaliyyətindən söz açmayacağım. Keçmiş spiker parlamentin iclaslarında az-az görünür. Çıxış etdiyi, müzakirə olunan hansısa məsələyə pis, yaxşı münasibət bildirdiyini də mətbuatda oxumamışıq. Eləcə necə deyərlər, ağzına su alıb oturub. Bəlkə də başı biznesə qarışıb. Bu səbəbdən parlamentə vaxt ayıra bilmir. Əsəbi reaksiya verirəm, danışdı, mən demişdim ki, imkan verməyəcəm danışmağa. Səsi kəsmədim. Sən temadan danış, gündəlikdən danış. Hər dəfə bir şey çıxardırsan, bəsdir. Oqtay Əsədov və ailə üzvləri geniş biznes qruplar. Təkcə Bakıda yox, Azərbaycandan kənarda da xeyli mal mülkləri var. Pullar isə əsasən Bakıya su kəməri çəkilən vaxtdan su kimi axmağa başlayıb. Onun biznesdə ilk təcrübələrindən biri su boruları istehsal edən Azkompozit firmasıdır. Bu şirkət Sumqayıt Sənaye İstehsal Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilən ərəfədə yaradılıb və təsadüfən həmin müsabiqənin qalibi olub. Amma prosesin təhlili göstərir ki, Oqtay Əsədovun olduğu bildirilən Azkompozit firması elə məhz Sumqayıtdakı ev tikmə kombinatını özəlləşdirmək məqsədi ilə yaradılıb. Beləliklə, qayıdaq 2006-cı ilə Azkompozit firması həmin ilin iyun ayının 21-də yaradılıb. Oqtay Əsədov parlamentin sədri seçiləndən düz bir il sonra Azadlıq Radiosunun 2009-cu ilin yanvarında dərc olunmuş araşdırma məqaləsində iddia olunurdu ki, stat, Azkompozit zavoduna spiker Oqtay Əsədova qohum olan şəxslər rəhbərlik edir. Müsabiqə 2006-cı ilin aprelində elan olunmuşdu. Təkliflərin açılışı isə may ayının 24-nə təyin olunmuşdu. Bir ay sonra isə Dövlət Əmlak Komitəsi elan etmişdi ki, Sumqayıt Sənaye İstehsal Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 99%-ni Azkompozit firmasına satılıb. Yəqin siz də başa düşdünüz ki, müsabiqə elan olunarkən artıq aydın idi ki, zavodun konkret alıcısı var və o hansısa layihənin icrası üçündür. Çünki elanda yazılırdı ki, investor başqa bir məhsul deyil, məhz şüşəlifli boruların istehsalı və satışına nail olmaq məqsədi ilə axtarılır. Bu dövrdə artıq hökumət Bakıya yeni magistral su kəmərinin çəkilməsi haqqında qərar vermişdir. 2006-cı ilin dekabrın 29-da isə Sumqayıt şəhərində Azkompozit boru istehsal zavodu istifadəyə verildi. Açılış mərasiminə Prezident İlham Əliyev də gəlmişdi. Zavodun işə salınmasını bildirən simvolik düyməni o basmışdı. Azkompozit firması Sumqayıt Sənaye İstehsal Açıq Səhmdar Cəmiyyətinin səhmlərini havay almayıb. Dövlət büdcəsinə 750 min manat ödəyib. Əlavə olaraq 30 min ədəd dövlət özəlləşdirmə çekini Dövlət Əmlak Komitəsinə verib. Rəsmi məlumatda belə deyilirdi. Yuxarıda qeyd etdiyimiz kimi Sumqayıtdakı zavod Oğuz, Qəbələ, Bakı su kəmərinin tikintisi üçün qurulub. Layihənin idarə edilməsi və sifarişçisi funksiyalarının icrası Azərsu Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Azkompozit firması şüşə lifli poliester boru, dirsək və üçlüklərin satın alması üçün Azərsu Açıq Səhmdar Cəmiyyətinin tenderini 2006-cı ilin avqustunda udub. Azkompozit firması boruların alınması üçün 5 ölkəni təmsil edən 7 şirkətin arasından seçilib. Azərsu tenderdə iştirak edən digər şirkətlərin adlarını açıqlamayıb. Yəni, Azkompozit kimə qalib gəlib, sir olaraq qalır.
Bakıya su gətirən boru haqda söhbətimiz davam edir. Diametri 2 metr olan su xəttinin çəkilişi Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilib. Fondun internet saytında deyilir ki, stat, müvafiq qanunvericiliyə uyğun olaraq keçirilmiş tender nəticəsində 266 km uzunluğunda şüşəlifli polyester boruların və boru məmulatlarının satın alması üçün Askompozit firması ilə 229 milyon manat məbləğində müqavilə imzalanıb. Neftçilərin hüquqlarının müdafiə təşkilatının hesabatında deyilir ki, Askompozit firmasının Sumqayıtdakı boru zavodu dövlət vəsaiti hesabına tikilib. Beləliklə, nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım. Məsəlindəki kimi Askompozit firması həm zavoda sahib olub, həm də faktiki olaraq 252 milyon manatlıq müqavilələrindən milyonlarla manat qazanc götürüb. Amma maraqlısı bilirsiniz nədir? Bu pulu yığan şirkətin hazırda dövlətə 373.500 manat vergi borcu var. Əziz dostlar, indi isə Oqtay Əsədovun övladlarının biznesi haqda danışaq. Bu obyektlər əsasən Bakıya həmin o su borusu çəkilən vaxt yağışdan sonra göbələk kimi peyda olub. Oqtay Əsədovun qızları Nərminə və Nigar Yeni Nəfəs Akademiyası MMC-ni 2010-cu ildə təsis ediblər. Şirkətin hüquqi ünvanı Nərminə Əsədovanın Bakıda Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanındakı şəxsi mənzildir. Hazırda isə Yeni Nəfəs Akademiyası MMC-nin hüquqi ünvanı Bakıda Xəqani küçəsi ev 23/4 nömrəli mənzildədir. Yeni Nəfəs Akademiyası 2010-cu ildə fəaliyyətə başlayıb. Təhsil, əyləncə kompleksi kimi fəaliyyət göstərən Yeni Nəfəs Akademiyasında uşaq bağçası, restoran, oyun aparatları var. Bağçada təhsil Rus və Azərbaycan bölmələri üzrə təşkil olunub. Bağça Mərdanov qardaşları 117B ünvanında yerləşir. Əsədovların ikinci uşaq bağçası da var. Yeni Nəfəs uşaq bağçası əvvəlcə İctimai Birlik adı altında fəaliyyət göstərib. İndi isə MMC-yə çevrilib. Onun hüquqi ünvanı Yeni Nəfəs Akademiyası MMC-nin faktiki ünvanı Mərdanov qardaşları ev 117B ilə üst-üstə düşür. Yeni Nəfəs uşaq bağçası 2012-ci ilin aprelində yaradılıb və 2013-cü ildə fəaliyyətə başlayıb. Bağça Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 25A ünvanında yerləşir. Burada da təlim-tərbiyə Azərbaycan və Rus dilindədir. Maraqlıdır ki, son parlament seçkilərində Oqtay Əsədov təbliğat vasitəsi kimi bu bağçaların sosial şəbəkə hesablarından da istifadə etməyə çəkinməyib. Əsədovların uşaqlara və uşaq bağçalarına sevgisinin bir səbəbi də var. Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova Bakının Nizami rayonunda 175 nömrəli Şənlik Körpələr evi uşaq bağçasının müdiridir. 2014-cü ilin oktyabrın 3-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda əsaslı təmirdən sonra istifadəyə verilən 175 nömrəli uşaq bağçasının açılış mərasimində iştirak ediblər. Təsadüfdür, yoxsa zərurət, amma bu uşaq bağçasında da uşaqlara təlim-tərbiyə rusca aparılır. Bir dediyiniz məsələyə razı deyiləm, dil məsələsi ilə. Azərbaycan parlamenti Azərbaycandır. Azərbaycan dili dövlət dilidir. İstəyir erməni olmasın, kim olur olsun. Bu dili bilib gəlib oturmalıdır. Zemfira Əsədova pedaqogika üzrə fəlsəfə doktoru elmi adı almaq üçün pedaqogika və psixologiya problemləri üzrə elmi şuraya məktəbə qədər təhsil müəssisələri ilə məktəb arasında varislik mövzusunda dissertasiya təqdim edib. Dissertantın elm sahəsində uğur qazana bilib-bilmədiyi haqda informasiya resursları susur. Onun uşaqların təlim-tərbiyəsində rolu barədə də bilgimiz yoxdur. Əvəzində dissertasiya mövzusu ola biləcək başqa bir informasiyamız var. Bakıda dövlətə məxsus bağçanın direktoru olan Zemfira Əsədova
Moskvada sauna işlədirmiş. Caprice saunası 2008-ci ildən fəaliyyət göstərir. Sauna Arizarum Group MMC-nin mülkiyyətindədir. Şirkət Oqtay Əsədovun həyat yoldaşının adına açılıb. Sauna Əsədovlara hər il orta hesabla 14 milyon rubl gəlir gətirir. Bunun təxminən 9,5 milyon rublu, yəni 130 min dolları təmiz gəlirdi. Rəsmi hesablamalara görə Azərbaycan parlamentinin sədrinin bir illik qazancı, yəni aylıq maaş, maaşa əlavə, məzuniyyət haqqı və bayram pulları təxminən 23.400 dollardır. Göründüyü kimi Oqtay Əsədovun həyat yoldaşının təkcə bir saunadan qazancı parlament sədrinin 5 illik gəlirindən çoxdur. Təsəvvür edirsiniz? Sauna bir neçə il bundan qabaq əsaslı təmir olunub. Daimi müştərilər ondan çox razıdırlar. Sauna üçün yer seçəndə Əsədovlar çox vətənpərvər davranıblar. Sauna Moskvada Bakı küçəsi ev 29-un yarım zirzəmisində yerləşir. Əsədovların Bakıda Xəqani küçəsi 20 nömrəli evdəki mənzildə 2007-ci ildə daha bir şirkət Mozaik Group MMC təsis olunub. Bu şirkət Port Baku, Gənclik Mall və Park Bulvar ticarət mərkəzlərində yerləşən bir neçə ticarət və iaşə obyektlərinin sahibidir. Mozaik Qrupa Karen Millen, Oasis, French Connection, LK Bennett brendləri daxildir. Mozaik Group şirkətin brend meneceri Elxan Mərdanlı LinkedIn və Facebook sosial hesablarında həm də Il Patio Planet Sushi Azərbaycan, Twinset Milano Azərbaycan, Akola Kids Azərbaycan, Le Kebab Old City Restaurant, B&G Store Azərbaycan kimi obyektlərdə marketinq direktoru və brend menecer kimi çalışdığını qeyd edir. Dolayısıyla demək olar ki, bu obyektlərə də Əsədovlar nəzarət edir. Oqtay Əsədovun kürəkəni Samux rayon İcra Hakimiyyətinin başçısı Ali Qocayevin oğlu Mehman Qocayev prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışıb. Amma indi prokuror deyil. 2020-ci ildə Oqtay Əsədov cəzalandırılıb. Parlamentin spikeri təyin olmayandan bir neçə ay sonra kürəkəni Mehman Qocayev də prokurorluq orqanlarından qovulub. Prokuror ola-ola Mehman Qocayev həm bizneslə məşğul olub, həm də bahalı maşınlar sürüb. Ona məxsus olan 10 SS500 dövlət nömrə nişanı ən azı 2 müxtəlif bahalı avtomobillərdə istifadə edilib. Audi A8 və Porsche markalı maşında. Londonda da Mehman Qocayevin və Oqtay Əsədovun qızının mülkləri var. Danışdı, mən demişdim ki, imkan verməyəcəm danışmağa. Səsi kəsmədim. Sən temadan danış. Hər dəfə bir şey çıxardırsan, bəsdir. Bax belə əziz dostlar, göründüyü kimi bu ölkənin deputatı belə boğaza kimi korrupsiyanın içindədir. Oqtay Əsədov indi millət vəkilidir. Millət vəkilidir ha. Bu adam xalqın maraqları üçün qanunlar hazırlamalı, vətəndaşların firavan yaşamasına çalışmalıdır. Ancaq əvəzində bu adam bizim pullar hesabına Moskvada sauna işlədir. Oqtay Əsədov hal-hazırda parlamentdə ağzına su alıb sakitcə oturub. Əsl problem isə ondadır ki, biz də xalq olaraq ağzımıza su alıb oturmuşuq. Sağ olun.